Deməli dostlar, Nubia'nın stendindəyəm. Nubia oyun smartfonları istehsal edir. Təsəvvür edin ki, bu Nubia Neo 5 Max. Oyda da. Xoşuma gəldi bu hissəsi. 7000 mAh batareyası var. Saatlarla oyun oynaya bilirsiniz. Üstə gəl, Android'in üzərindədir. Beləsini alardınız. Bu oyun sırf oyun üçün həsr olunub. Məsəl üçün buradakı personajlar da məhz oyuna fokuslanan bir smartfon olduğunu göstərmək üçündür. Və onu bax belə bir joystickə qoyub oyun oynamaq da mümkündür. Düzdür bu tərsinə qoyublar bunu. Əslində tərsinə qoyublar oyun oynamaq üçün. Bax, çox qəşəngdir. İridir və oyun oynamaq istəyənlər üçün əla bir smartfona çevrilir. Çünki digər smartfonlar, yəni elit smartfonlar oyun üçün nəzərdə tutulmuyor. Məsələn, bu Nubia Neo 5GC təsəvvür edin ki, 144 Hz ekrana malikdir. Arkası da qəşəngdir. Yəni bununla siz hər hansı bir film çəkmək, nə bilim, nəyisə izləmək üçündür. Bu sırf oyun oynamaq üçündür. Təsəvvür edin. Nubia'nı çox görmüşdüm. Yəni hətta bundan bağlı bir iki neçə MWC-də sərgilərdə videolar çəkmişdim. Çox yaxşı soyutma sistemi var və AI Copilot Demi 2.0 süni intellekti də var. Oyun oynamaq istəyənlər üçün bəlkə də sifariş etməli olan cihazlardan biridir. Məhz Nubia bu ZTE firmasınındır. Nubia məhz oyun oynamaq üçün olduğunu göstərən video çarx da var. Məsələn, şey də əladır ya, slogan da əladır. Qazanmaq üçün doğulub. Oyda. Deməli, burada hər bir şey göstərib. Aktiv soyutma sistemi var. 144 Hz-lik ekranı var. 6210 həcmində də batareyası var. Belə bir magnetik cooler var. Uydu, nə soyuqdur. Burada уже tərliyib soyuqluqda. Bu yapışır şeyin arxasına, smartfonun arxasına və onu soyudur. Çox xoşum gəldi. Bu Red Magic'in magnetik kullerləridir. Mən smartfonun arxasına yapışdırsam onu soyudur və RGB-də olan şeylərdir. Bunlar isə simsiz şarj etmələr, powerbanklar. Bu isə kompakt chargerlərdir. Yüksək sürətlə smartfon enerji yığsın və oyunlarını uşaqlar davam etdirə bilsin. Nəinki uşaqlar, böyüklər də oyunlarını davam etdirə bilsinlər deyə. Red Magic-də oyun smartfonlarından biri hesab olunur. 7500 mAh batareyası var. Belə bir kameralar. Bu qəşəngdir. Bu MagSafe'dəki display. Əla. Və bundan oyun oynamaq olur. Yəni, sırf əgər həyatınızı oyuna həsr edirsinizsə, belə cihazların alınması lazımdır. Məndə transparent bir joystick var. Xbox'un joystickidir də. Çox xoşum gəlir transparent dizaynlardan. Bu da qəşəngdir. Bu da Red Magic'in joysticki, hansı ki siz ora smartfonunuzu daxil edirsiniz və oynayırsınız. Bu isə transparent powerbank. Bu qəşəngdir. Red Magic Titan 16 Pro oyun laptopu. Burada joystick çox qəşəngdir və çox qəşəng klaviaturları var. Əladır. Yəni hər şeyləri var. Gəlin bu laptopun funksionallığına baxaq. Intel Core Ultra 9, GeForce 5090, 64 GB-lıq DDR5, 2-dən 1 TB-lıq SSD. Deməli 300 Hz yenilənmə ekranda. Qəşəngdir, hə? Bu oyunu çox təriflərlər burada. Yəni
missiya keçmək istəyən şəxslərin, sol oynayan istəyən şəxslər üçün deyirlər yaxşı oyundur və Çin istehsalı bir oyundur. Qrafika əladır. Grafikanı da göstərim sizə. Çox yaxşıdır ya. Maraqlıdır. Muşqaları da əladır. Klaviaturu çox xoşuma gəldi. Yəni səsinə baxaq. Növbəti Azərbaycanda özünün yer tapa bilməyən, amma maraqlı ekran həllini təqdim edən TCL şirkətidir. Bu ekranlar deməli NX T-Paper adlanır, yəni kağız effekti verən ekranlardır. Bir, gözünüzü ağrıtmır və iki, mətnləri oxuduğunuz zaman kağız effekti verir sizə. Belə bir cihazdır. Xası iPhone dizaynındadır. Amma kağız effekti verir də. Elə bir sanki kağızdan oxursan. Bununla bunun fərqini görmüş oluruq da biz. Misal üçün Next Paper AMOLED ekrandır. Qəribə də, hə? Elə bir şəkilli yapışdırıb qoymusan bura, amma təmiz Androiddir. Amma bizdə sevilmədi TCL. Qəribədir. Onu da deyim ki, TCL dünyada 3-cü ən böyük televizor istehsalçısıdır. Yəni birinci yerdə Samsung, Hisense ikinci yerdə, üçüncü yerdə isə TCL-dir. Məsələn, bunun 98 düym ekranıdır. Naziliyinə baxın. Bu dünyanın ən nazik 98 düym ekranlarından biridir. Böyle bir televizordur. Bu da 2.5K olan ekran, mini LED. Next Paper texnologiyasını həm də planşetlərində də TCL davam etdirir. Kağız deyil bu. Qəribə bir şeydir. İlk dəfə yeri gəlmişkən bu cür ekranlardan istifadə olunur. Beləsinlərini daha çox Amazon'un o Kindle'larında görmək olardı. İndi isə artıq planşetlərdə və ya smartfonlarda görə bilərik. Məsələn, bu ekran artıq ondan fərqlidir. Bu artıq Next Paper deyil. Bu da TCL-in mobil displeyləridir. Parlaqlığını göstərmək üçündür. 6.2 ekrandır və üstəgəl onların da flip tipli bir smartfonları var və bu 173.969 dəfə qatlanır. 970 oldu artıq. Bu 6.3 displeydir. Və yəni sərgi başlayandan açılıb bağlanır bu. Bir də belə bir ekran var. Bu cür belə bağlanır. 1, 2, 3. 3 də ekranlıdır. Amma belə geniş bir. Əsl Əli Xəyyamın malıdır. Qoysun qarşısına və dizaynını eləsin. Bu dünyanın ilk qatlana bilinən displeyidir. Bu şey deyil, planşet deyil, smartfon da deyil. Bu displeyidir. 3 hissəyə qatlana bilən dünyanın ilk displeyidir.